Dostlar, bu şəkildəki fahişəyə diqqət edirsiniz də. Deməli, autizm uşaqlarla gedib görüşübdür. Bəs orada şirniyyat zad pişirib, yemək zad pişirib. Güya bunlar indi Azərbaycan xalqının qeydinə qalanlardır, Azərbaycan xalqını sevənlərdir. Özlərini cəmaat elə sırırlar ki, bu hərəkətlərindən. Yəni, güya ki, bunlar insan dəyəri biləndir, insan dəyərləndirəndirlər. Amma belə deyil, yəni. Xəstə uşaqların pullarını oğruyub aparıb, özünə bahalı sumkalar, nə bilim, maşınlar, evlər, eşiklər. Buna da qara baxıyor. Evlər, eşiklər, şirkətlər, nə istəyirlər, eləyirlər də, keyfdə damaqdadırlar. Azərbaycan xalqının pullarını oğruyurlar. Bax, elə bu şəkildə gördüyünüz bu xəstə uşaqlarla gedirlər, görüşürlər. Həmən bu xəstə uşaqların pullarını oğruyub aparıb, bahalı, dəbdəbəli həyat yaşayırlar. Sonra da gedirlər, belə xəstə uşaqlarla görüşürlər, yemək zad pişirirlər, şirniyyat zad. 5-10 dənə şəkil çəkdirirlər. Paylaşırlar bütün cəmiyyətə ki, vəsiyə qutardı, getdi Heydər Əliyevin, balaca Petka Peysər Heydər Əliyevin təzə gətirdiyimiz bu gəlin Azərbaycan xalqını o qədər sevir ki, dəhşət. Ay bilə, nə gündəsiz, siz? Siz kimi kimə sırıyır, sizə bədbaxtlara yazıqlar. Siz hamınız pozğunsunuz, siz hamınız oğurlaş, xain, vicdansız, ləyaqətsiz adamlarsınız. Sizi dəstəkləyəndə, sizi müdafiə eləyəndə, sizə xidmət eləyən, hamısı sizin kimi fahişədən əmələ gələnlərdir. Yəni, düzgün, dürüst, ləyaqətli, şərəfli, ağlı yerində olan adam heç vaxtı sizin kimi xainləri, satqınları, alçaqları dəstəkləməz. Məsələ bu qədər bəsitdir. Yəni, nə də xidmət eləməz, nə də tərifləməz. Yəni, məntiq bunu deyir. Necə ola bilər ki, bu qədər kasıbların, yetimlərin, insanların haqlarını oğurla ginən, yeginən və sonra da nə bilim, getginən orada xəstə uşaqlarla nədir, şəkil çəkdir, yemək pişir, orada onlarla şəkil çəkdir, paylaşacaq. Baxın, Heydər Əliyevin, bir dəqiqəm qalır, Heydər Əliyevin bu cırıq arvadı, bu cırıq arvadı. Azərbaycan xalqını sevirmişsən deməcə. Nə qəşəkdir deyirəm, hamısı bizi sevirmiş. İlham Əliyev, Berivan Əliyev, balaca Petka Heydər, sonra cırıq o gəlini şəkildə gördüyünüz, sonra digərlər olsun. Güya ki, bunlar bizi sevirlər, bizi dəstəkləyirlər.